Bitki orqanizmində maddələrin daşınması mövzusundan biz su və onda həll olan maddələrin bitkidə necə hərəkət etdiyini və onlara təsir edən amilləri öyrəndik. Belə ki, bildik ki, çiçəksiz bitkilərdən, yosunlar və mamullarda ötürücü toxuma və kökləri yox idi deyə, onlarda su və minerallar ya bəzi nümayəndələrində rizoid olur, rizoidlərin köməyi ilə torpaqdan qəbul edilirdi və yaxud da bütün bədən səthi ilə qəbul edilir və difuziya yolu ilə orqanizm boyu daşınırdı. Lakin qıclar, qatır quyruğu, plaun, çılpaq toxumlu kimi çiçəksiz bitkilərdə və çiçəkli bitkilər və ya örtülü toxumlu bitkilərdə isə onlarda ötürücü toxuma və kök sistemi olduğundan su və onda həll olmuş maddələr kökdən yarpağa doğru, yəni aşağıdan yuxarıya doğru ksilem boruları ilə hərəkət edirdi və ona təsir edən amilləri öyrəndik. Belə ki, kök sistemi olan bitkilərdə suyun və suda həll olmuş maddələrin yuxarıya doğru hərəkət etməsinə təsir edən amillərin kök təzyiqi, kapilyarlıq, yarpaqların sorucu qüvvəsi və transpirasiya olduğunu öyrəndik. Transpirasiya prosesi pozulurdusa, əlbəttə ki, qutasiya baş verirdi. Yəni, qutasiyada transpirasiyadan fərqli olaraq su qaz halında deyil, maye halında, damcı şəklində bitkidən, xüsusən də yarpaqlardan ayrılırdı. Transpirasiya zamanı isə qeyd etdiyimiz kimi su qaz halında ayrılır. Beləliklə, yaşıl bitkilər davamlı olaraq torpaqdan su utsalar da, bu suyun hamısı onlardakı həyat fəaliyyətinə sərf olunmurdu. Artıq miqdarı ya transpirasiya və yaxud da qutasiya nəticəsində bitkidən ayrılırdı. Transpirasiyanın bitkilərin həyatında bir əhəmiyyəti də ondan ibarətdir ki, transpirasiya bitkiləri günəşin həddindən artıq qızdırıcı təsirindən qoruyur və bu baxımdan da meşədə temperatur açıqlıqla müqayisədə bir qədər aşağı olur. İndi isə transpirasiyanın sürətinə təsir edən amillərlə tanış olaraq, bu amilləri iki qrupa bölürlər. Bitkinin anatomik xüsusiyyətləri və ətraf mühit amilləri. Bitkinin anatomik xüsusiyyətlərinə yarpaq səthinin sahəsi, kusikulanın qalınlığı, ağacıqların sayı və yerləşməsi, yarpaq və gövdədə ötürücü toxumaların quruluşu və yerləşməsi aiddir. Ətraf mühit amillərinə isə işığın intensivliyi, külək, havanın rütubəti və temperatur aiddir. Dərsliyimizdə transpirasiyanın sürətinə ətraf mühitin amillərinin təsirinin qrafikləri təsvir olunub. Bunları analiz etməyə çalışaq. Bu qrafikdən görürük ki, temperatur artdıqca transpirasiyanın sürəti müəyyən temperatura qədər artıb, bundan sonra isə azalmışdır. Və biz artıq fotosintezdən də bilirik ki, temperatur müəyyən həddə qədər fermentlərin fəaliyyətini artırırdı, müəyyən həddən sonra isə onlara mənfi təsir göstərirdi, öldürücü təsir göstərirdi. Bu və digər səbəbdən temperatur müəyyən həddə qədər transpirasiyanın sürətinə müsbət təsir edəcəkdir, yəni onun sürətinin artmasına səbəb olacaq. Müəyyən təqribən yüksək temperaturlarda 30 dərəcə Selsidən sonra isə aşağı düşməyə başlayacaqdır. Transpirasiyanın sürəti, rütubətdən asılılıq qrafiki isə tərs mütənasiblik görürük. Yəni rütubət artdıqca transpirasiyanın sürətinin zəifləməsini müşahidə edirik. Külək və işığın intensivliyində isə oxşar hallar müşahidə olunur. Yəni, həm işıq intensivliyi, həm külək yenə də müəyyən həddə qədər transpirasiyanın sürətinə müsbət təsir edəcək, yəni transpirasiya sürətlənəcək. Lakin müəyyən həddən sonra isə transpirasiyanın sürəti stabil, yəni dəyişməz qalacaqdır. Bitkilərdə ilin fəslindən və yaxud da yaşadıkları habitatlardan asılı olaraq transpirasiya ilə əlaqədar müxtəlif uyğunlaşmalar qazanılıbdır. Yəni, suya tələbatına görə bitkiləri 3 qrupa bölürlər. Hidrofitlər, mesofitlər və kserofitlər. Hidrofitlər suyun səthində və ya
Tamamen suda yaşayan bitkilərdir. Bu cür bitkilərdə yarpaqları geniş və yassı olur. Mezofil təbəqəsində sütunvarı və süngərvarı parenkim hüceyrələri şəklində ayrılma olmur. Parenkim hüceyrələri arasında da qazlar mübadiləsi üçün böyük boşluqlar olur. Ağızcıqların sayı çox olur, adətən yarpağın üst səthində yerləşir. Əlbəttə ki, transpirasiya zamanı biz bilirik ki, qazlar mübadiləsi həyata keçmək üçün suyun üstündə olan yarpaqlarda, əlbəttə ki, su ilə təmasda olan hissədə qazlar mübadiləsi baş verə bilməyəcək. Çünki su ilə təmasdadır. Bu baxımdan da yarpağın üst səthində ağızcıqlar yerləşir adət üzrə. Mezofit bitkilər isə nisbətən rütubətli mühitlərdə yaşayan quru bitkiləridir ki, bunlarda yarpaqların hər iki tərəfində ağızcıqlar olur. Yaşıl yarpaqları yassı və orta ölçülü olur. Kserofitlər isə çox az su olan habitatlara uyğunlaşan quraqlıq bitkiləridir ki, bunların hüceyrələri xırda və az olur. Kök sistemləri güclü inkişaf edib, gövdə və yarpaqları adətən tükcüklərlə örtülüdür. Ehtiyat halında qida və su toplayan gövdə və yarpaq şəkil dəyişmələri əmələ gəlibdir. Bu uyğunlaşmalar suyu az buxarlandırmaq üçün olan uyğunlaşmalardır. İndi isə bitkilərdə fotosintez məhsullarının, yəni üzüm maddələrin daşınması ilə tanış olaq. Bilirdik ki, ötürücü toxumalar ksilem boruları və flaem borularından ibarətdir. Biz ksilem borularında su və onda həll olunmuş maddələrin hərəkəti ilə artıq tanışıq. İndi isə flaem borularında bu proses necə baş verir, onu öyrənək. Flaem borularını əmələ gətirən hüceyrələr, ksilem borularını əmələ gətirən hüceyrələrdən fərqli olaraq canlı hüceyrələr idi. Yəni onların sitoplazması, nüvəsi, orqanelləri var və bir-birinə birləşdiyi yerdə ksilem borularında qlaf ərimişdi, amma burada isə qlaf ərimir. Sadəcə qonşu hüceyrələr arasında çoxlu dəliklər, deşiklər görsənir və indi kəsiyinə baxanda bunlar ələk kimi görsəndiyindən flaem borularına həm də ələyə bənzər borular da deyilir. Flaem boruları ilə bildiyimiz kimi üzüm maddələr hərəkət edir və burada hərəkət edən maddələr flaem şirəsi adlanan sulu məhlulda daşınır. Şəkil üzərindən də bu prosesləri bir qədər yaxından öyrənməyə çalışaq. Deməli, bitkilərdə təzyiq ilə axım nəzəriyyəsinə görə maddələrin daşınmasını öyrənək. Bildik ki, yarpaqlarda, əsasən yarpaqlarda, amma yaşıl cavan zoğlarda da fotosintez gedirdi. Bu zaman xlorofilli hüceyrələrdə fotosintez nəticəsində glukoza əmələ gəlir. Glukoza molekullarda 2-2 birləşərək saxarozanı əmələ gətirə bilər. Bu cür hüceyrələr, yəni ki, mezofil hüceyrələr, xlorofilli parenkim fotosintez edici parenkim hüceyrələrində fotosintez nəticəsində əmələ gələn bu üzüm maddələr, deməli ki, mənbə əmələ gələn yerinə mənbə deyilir. Mənbədən keçir peyk hüceyrələrinə. Peyk hüceyrələri də bildiyimiz kimi parenkim toxumasına aid hüceyrələri idi ki, flaem hüceyrələri ilə sanki əlaqəni yaradırdı və buradan həmin üzüm maddələr keçir flaem borularına. Həmçində görürük ki, ksilem boruları ilə qalxan su da həmçinin flaem borularına keçir və məhlul halında bu maddələr flaem boruları ilə görürük ki, aşağıya doğru hərəkət edir və mənbədə əmələ gəlmiş bu üzü birləşmələr hovuz adlanan hüceyrələrə keçir. Hovuz adlanan hüceyrələrdə bu üzüm maddələr ya həyati proseslər üçün sərf olunur və yaxud da ehtiyat halda toplanılır. Bu cür maddələr, üzüm maddələr ya meyvələrdə və yaxud da köklərdə toplanıla bilir. Böyüməkdə olan kök, gövdə və meyvə hissələri şəkər hovuzu adlanır. Yəni burada şəkər toplanılır. Kök yumruları və yaxud da soğanaq kimi ehtiyat qida maddə toplanan orqanlarda
bəzən hovuz, bəzən də mənbə rolunu oynayır. Bunu necə başa düşək? Yəni ki, biz yəqin ki, yaz fəslində və yaxud da evlərimizdə isti olanda, mətbəxdə deyək ki, görə bilərik ki, kartof yumusunda və yaxud da soğanaqda göyərmə, yaşıllaşma baş verir və o hissədə fotosintez prosesləri getmiş olacaq. Yəni cücərməkdə olan soğan və yaxud da kartofu yəqin ki, çoxumuz müşahidə etmişik. Demək, fotosintez prosesi gedəcəksə, həmin hissələrdə mənbə funksiyası icra olunmuş olur. Yox, ehtiyat qida halında maddələr toplanırsa, o zaman o hovuz rolunu oynamış olur. Beləliklə, şəkər hovuzu, şəkəri əsasən hovuza ən yaxın olan mənbədən almış olur. Deməli, bu dərsimizdə də biz transpirasiya təsiri edən amillər və üzüm maddələrin flaim boruları ilə hərəkətini müşahidə etmiş olduq. Bu şəkildən həmçinin də biz onu görürük ki, su molekulları əgər flaim hüceyrələrində bir qədər çoxluq təşkil edərsə, lazım gələndə o xilem borularına da qayıda bilir. Beləliklə bu şəkildə biz həm xilem boruları ilə, eyni zamanda flaim boruları ilə suyun hərəkətini, müəyyən molekulların hovuz hüceyrələrə keçdiyini, su molekullarının bəzilərinin isə xilem borulara keçməsinin də təsvirini gördük. Deməli, flaimdə xilemdən fərqli olaraq maddələr daha yavaş, sürətlə hərəkət edirdi. Biz burada maddələrin yuxarıdan aşağıya doğru hərəkətini izlədik. Lakin biz bilirik ki, flaimdə xilemdən fərqli olaraq iki istiqamətli hərəkət mövcuddur. Yəni aşağıdan yuxarıya doğru da hərəkət var. Onu da köklərdə əmələ gələn bəzi üzüm molekullar, yəni amin turşular və digər azotlu üzüm molekullar isə əlbəttə ki, flaim boruları ilə aşağıdan yuxarı istiqamətdə hərəkət etmiş olacaq. Beləliklə biz flaim boruları ilə də üzüm maddələrin hansı istiqamətlərdə və necə daşınması ilə tanış olduq.